صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Allah'a həmd sənalar olsun ki, ömrümüzdə bir daha Ramazan ayını yaşamağı, bu ayın ibadət itaətlərini yerinə yetirməyi və bu ayda Qədr gecəsi ehtimal olunan gecələrdə Allah evində oturub razı-niyaz etməyi, dua etməyi, istiğfar etməyi bizlərə nəsib etdi. Mübarək günlər, mübarək gecələr yaşayırıq. Bu il təsadüf elədi, həm milli bayramımız olan Novruz bayramı gəldi, təsadüf elədi Qədr gecələri ilə eyni zamana. Əlbəttə, Qədr gecələrinin öz bərəkəti var. Bu mübarək günlər bir-birinə qarışması daha bərəkətlidir. Və elə qədimdən də deyərdilər ki, Novruz bayramı, böyüklər deyirdi, yaşlılar deyirdi ki, Novruz bayramı Həzrət Əmir əleyhissalamın taxta çıxan günüdür. Yəni, o Qədir oxunmada ki, elan olunub, deyərdilər, təsadüf eləyib, o da Novruz bayramına. İndi gəlib şəhadəti də o Həzrətin bu günlərə təsadüf eləyib. Ona görə də hər ikisi mübarək günlərdir. Allah rəhmət eləsin. Böyücağa ağanı məsciddə çox böyük zəhmətləri olub və ilk qədəm qoyanda məsciddə bəzi sözləri o şəxsiyyətdən biz eşitmişdik. Sonralar insan oxuyurdu və oxuduqca o hadisələr görürdün ki, yazılarda da var, rəvayətlərdə də var. Onlardan biri elə buydu ki, Novruz Həzrət Əlinin taxta çıxan günüdür. Ondan sonra mən həmişə yadımdadır, Allah rəhmət eləsin, o Həzrətin şəhadət gecəsini danışanda deyirdi, evdən çıxarkən o qazlar kəsdi qabağını. Mən o vaxt eşitmişdim, sonralar oxuyanda gördüm ki, tarixdə də bu hadisələr keçir, var bu hadisələr. Ruhu şad olsun bu gündə də yad eləyək ağamızı və bu məsciddə hər kim ki, bizlərlə ibadət itaat edib, nə qədər yaşlı kişilər, ağalarımız olublar burada, Qədir gecələrində bizlə bir yerdə ibadətdə olublar. İndi haqq dünyasındadılar. Allahdan da onlara rəhmət diləyirik bu gecələrin ehtiramına. Allah bu gecələrin savabından onlara da nəsib eləsin inşallah. Qədr gecəsi dedik ki, dəqiq gününü Allah bəlli eləməyib. Buna görə ki, biz daha çox ibadətlə keçirdik, daha çox itaətdə olaq. Nə gözəldir ki, insan Ramazan ayının bütün gecələrini əhya saxlasın. Bəzi məsumlar bu cür olublar, əzizlərim. Bəzi məsumlar 30 günü əhya saxlayıblar. Hətta mən oxumuşam ariflərin həyatından. Deyir, elə ariflər olub ki, 365 gün əhya saxlayıb, ta deyir, yəqin bilim ki, mütləq o gecəni mən oyaq olub ibadətdə keçirmişəm. Bunun üçün 365 gün oyaq olub ibadət edən kişilər olub. Ona görə də bu gecələrin heç birinə əhəmiyyətsiz yanaşmayaq. Hamısından müğayət olaq. Ən azından Qədr gecəsi bugündür, ya sabahdır, ya dünəndir, fərqi yoxdur ki, Allah üçün önəmli məsələ nədir? Sən o niyyətlə qapıya gəlmək. Bugün mən bu cür bilmişəm, Allah bu cür gəlmişəm, bu cür ibadət eləmişəm. Allah mütləq budur ki, əli boş qaytarmaz, mükafatını verər. Bir tarixdən yazıblar hadisə, əziz Peyğəmbərimizin zamanında idi. Deyirlər, bir yaşlı kişi gəlmişdi Peyğəmbərin yanına.
Dedi ki, ya Rasulallah, mən yaşdaşmışam, yaddaşım da gedib, yadımda da saxlaya bilmirəm. Olar ki, mənə bir dənə kiçik zikr öyrə desən, mən o zikri çoxlu deyim, savab qazanım. Böyük zikirləri mən yadda saxlaya bilmirəm. Peyğəmbərimiz həmin yaşlı kişiyə bir zikr öyrətdi. Dedi ki, bax, bu qısa zikri deyinən, Əntə Rəbb, ənə əbd. Sən xaliqsən, Rəbbsən, yaradansan, mən də əbdən, bəndəyəm. Dedi, elə bunu zikr elə dilində. Qısa bir sözdür də, Əntə Rəbb, ənə əbd. Bu kişi getdi. Yaşlı adamdır da. Biraz keçdi, Cəbrail əleyhissalam nazil oldu. Ya Rasulallah, get o kişini tap, dayandır. Qarışdırıb aləm bir-birini. Bəs. Ya Cəbrail, nə məsələdir? Deyir, o kişinin yadından çıxıb buradan ayrılınca, gedib o özdə zikr edir. Deyir, Əntə əbd, ənə Rəbb. Sən əbdsən, qolsan, mən Rəbbəm. İndi yadından çıxıb da, Peyğəmbər gəldi, bu kişini tapdı. Peyğəmbər gəldi, bu kişini tapdı. Dedi, əmi dayan da o zikri deməclə, bəs aləmi qatmısan, səhv deyirsən sən o zikri. Kişi ağladı. Baxın, məsələ budur, səmimiyyət budur, ixlas budur. Kişi ağladı. Əziz Peyğəmbərimiz dedi ki, əmi, niyə ağlayırsan? Dedi ki, vallah, bunu ağlayıram ki, mən neçə gündür öz aləmimdə elə biləm zikr edirəm, amma sən demək günah eləyirəmmiş, səhv deyirəmmiş zikri. Deyir, Cəbrail əleyhissalam təzdən nazil oldu. Dedi, ya Rasulallah, Allah deyir ki, o kişiyə deyilən narahat olmasın, mən onun bütün o dediklərini elə zikr qəbul eləmişəm ondan. Çünki səmimiyyətlə deyib, zehnində bu olub, indi yerin səhv salıb da. Ona görə, əzizlərim, bu gecə səmimiyyətimiz Allah üçün kifayətdir. Mən Allah sən üçün bu gecəni gəldim, oyaq qaldım məscidində. İndi bu gecədə Qədr gecəsi, dünəndir, sürən gündür, sabahdır, altdakı gündür. Bilmirik ki, Peyğəmbər dünən də dedikdə 10 günü yorğan döşəyini yığışdırardı, səhərə qədər ibadət itaətdə keçirlərdi. Ona görə mən əzizlərdən də xahiş edirəm ki, bu günlərə laqeyd yanaşmayaq. Çox əzəmətli günlərdir. Biraz keçər, Ramazan ayı bitər. Sonra vallahi darıxır adam. O, ya Əliyyü, ya Əzim duası üçün darıxırıq. Qədir gecələri üçün darıxırıq. Bir şey Allahlar üçün darıxırıq. Coşan kəbir üçün darıxırıq. Əlqa olsa, əlqa olsa. Xəllisna minən nar, ya Rəb zikirləri üçün darıxırıq. Ona görə çox az qalıb da Ramazan ayından sayılı günləri qalıb. Müğayət ola bu günləri itaətdə keçirdək. Bəli, bu 10 günlükdə ehtimal olunan günlər çoxdur. Və daha çox deyirlər ki, Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Qədr gecəsi daha çox ehtimal olunan gecədir. Hətta bir rəvayət var Həzrət İmam Sadiq əleyhissalamdandır. Buyurur, fi leylətə 19 min şəhri Ramazan təqdir. Ramazan ayının 19-cu gecəsində, yəni birinci ehtimal olunan Qədr gecəsində bizim müqəddəratımız təyin olunur. Təyin edirlər ki, bu insan bu bir ildə necə olacaq? Sağlam olacaq, iman əhli olacaq, ruzu bərəkətli olacaq. Və çox mühümmidir ya, iman əhli olacaq, çox mühümmidir, əzizlərim. Biz bəlkə ən çox ruzu istəyirik Allahdan, sağlıq istəyirik Allahdan. Bunlar yaxşıdır, bunlar da adam istəməlidir. Amma insan bir il imanda qalacaq, axirət zamanda bu çox çətin bir məsələdir. Hətta Həzrət İmam Sadiq əleyhissalamdan hədis var, buyurdu ki, axirət zamanda fitnələr o qədər çoxalar ki, iman saxlamaq, yanar közü ovucda saxlamaqdan çətin olacaq. Kim saxlaya bilər? Közü yanan közü manqaldan götürüb ovucunda kim qoyub saxlaya bilər? Adamın əli yanır da. İmam buyurur ki, bundan çətin olacaq iman saxlamaq. Sual verdilər ki, biz necə edirik axirət zamanda, imanımızı necə qoruyaq? Həzrət buyurdu ki, bu zikri çox deyin. Ya Allah, Ya Rahman, Ya Rahim, Ya Muqallibəl qulub, sabbit qəlbə əla dinik. Ya Allah, Ya Rahman, yəni Rahimli, Ya Rahim, Rahimli olan Allah. Sabbit qəlbə əla dinik. Allah qəlbimi dinində sabit eləcinən. Bu çox mühümmidir. Hətta hədislərdə keçir, deyir ki, axirət zamanda kişilər evindən imanla çıxar, imansız qaydar.
Tam əksi, imansız çıxar, imanla qayıdar. Ona görə bizə tövsiyə ediblər, evdən çıxanda əllərimizi qaldırın, inşallah evə imanla qayıtmaq mənə nəsib edər. Bu qədər fitnələrin, günahların, fəsadın içində doğrudan bir nəfər imanın qoruyub saxlaya bilsə, bu çox böyük bir işdir də, çox əzəmətli bir işdir. Ona görə bir illik mən imanda qalacağammı, bu Qədir gecələrindən asılıdır və Həzrət burada 19-cu gecə təqdir olunur. Və fi leyləti 21 əl-qəza 21-ci gecədə artıq təhkim olunur. 19-da seçiblər, təyinat olub. 21-də artıq təhkim edirlər. Bu cür olmalıdır. Və fi leyləti 23 İbramu ma yəkunu fi sənəti ilə mitliha və artıq 23-cü gecədə artıq imzalanır. Yəni 23-cü gecəyə qədər dəyişmək şansımız var. Dəyişə bilərik. Yalvararıq Allaha dəyişər. Amma 23-cü gecə artıq imzalanır da. İmzalandı, möhrü vuruldu. Bir illik həyatımız, müqəddəratımız ondan asılıdır. Ona görə bu gecələri çox müğayət olmalıyıq. Çox Allahdan istəməliyik ki, bu günlər bizi üçün fürsət gecələridir. Deyiblər, Qədir gecəsi qiyamətlə oxşar günlərdir. Niyə? Çünki deyirlər, Qədir gecəsində də insan nigarandır, qiyamətdə də nigaran olacaq. İndi də nigarandır da, görəsən necə yazacaqlar mənim bir illik müqəddəratımı. Qiyamətdə də nigaran olacaq ki, hamının qulağı səsli olacaq da, görəsən indi nə elan edəcəklər? İmran, daxil ol cəhənnəmə, ya daxil ol cənnətə, bütün əbədi həyatımız ondan asılıdır. Adam nə qədər nigaran olacaq orada. Hədislərdə var da, kimin sağ əlinə versələr əməl dəftərini, o cənnət əhlidir, sol əlinə versələr cəhənnəm əhlidir. O da bizim əməllərimizdən asılıdır ya, qorxunc bir şey deyil. Necə yaşamısan odur. Hədislərdə var, deyirlər ki, Sırat körpüsü bu dünyadan başlayıb. Burada necə gedmirsən, orada da o cür keçəcəksən. Burada düz gedən, orada da düz keçəcək Sırat körpüsündən. Burada əyri gedmirsənsə, orada da əyiləcəksən, yıxılacaqsan Sıratdan. Həyatımız buradan asılıdır. Burada necə yaşamışıqsa, orada da o cürdür. Bir nəfər imamdan xəbər aldı, dedi ki, mən nə bilim ki, Allah məndən razıdır. Allah məni nə qədər sevir. Allahın yanında mənim dəyərim, qiymətim nə qədərdir? Dedi, çətindir. Bunu hər kəs bilə bilər. Dedi, necə bilim? Dedi, bax gör, Allah sənin yanında nə qədər qiymətlidir. Hər vaxt qarşıma bir dənə günah çıxdı, bir dənə günahdır və eləyə bilərsən bu günahı. Bax gör, orada Allaha sən nə qədər hörmət qoyursan. Deyirsənmi ki, Allah sənə görə keçdin bundan? Allaha görə keçə bilirsənsə, Allah da səni o qədər çox istəyir. Yox, keçə bilmirsənsə, demək ki, Allahın da yanında hörmətin yoxdur. Günah məqamında. Bir dənə haram var, götürə bilərsən. Bir dənə haram iş var, görə bilərsən. Bir dənə haram var, baxa bilərsən. Amma düşün ki, Allah yox, mən sənə görə. Buna sən sevmirsən, qadağan eləmirsən, mən də görmürəm. Allah bəndələrinə o qədər dəyər verir. Bəzən deyirlər, hər şey Quranda axtaran insanlar var da, filan məsələ Quranda var, dünən də dedik də, məsciddə uzanan yerdə Quran oxumaq, Quranda qadağan olunub, olunmayıb. Hər şey Quranda yoxdur ki, bu heç. İkinci məsələ budur ki, Allah bizi ilə uşaq kimi rəftar eləmir. Allah bizi ilə ağıllı insan kimi rəftar edir. Hörmət qoyur Allah bizə. Deyir ki, mən sənə ağıllı məxluq yaratmışam, mən səninlə uşaq dili danışmayacam ki, ancaq olar, olmaz bunları, hamısı mən sənə deməyəcəm ki. Allah gəlir, deyir ki, israf etməyin. İnnəllaha la yuhubbəl musrifun. Allah israf eləyənləri sevmir. Allah demir, israf elə söz asaram, kesərəm, doğrayaram, cəhənnəm ataram. Demir ki, Allah buna. Deyir ki, Allah israf eləyənləri sevmir. Ağıllı insan başa düşür ki, Allah israf eləyəni sevmirsə, mən o kranı açıb qoymamalıyım. Allahın yoxsa məni sevməyəcək. Məndən xoşu gəlməyəcək. Allah bu dillə bizi ilə danışır. Ki, biz də onu fəhm eləyək, qəbul eləyək.
Ariflərdən biri deyir ki, Allah səri-ər rizada da tez barışandır Allah. Deyir, səhərə qədər oturub, əslində bu qədər dua oxumağa ehtiyac yox idi. Bunlara ehtiyac yoxdur ki. Bir dəfə balını yerə qoyub dedim ki, Allah, mən peşmanam. Bu kifayət idi. Sadəcə deyir, ədəb bunu istəyir bizdən. Ədəb bunu istəyir ki, gəlib oturub, Allahın qarşısında peşmançılığını ishar edeyim. Deyim ki, mən Allah peşman olmuşam əməllərimlə, gördüyüm işlərdən. Həzrət İmam Sadiq əleyhissalamdan da hədis buyurur, Vəllah, ma yəncu minnə zəm illə mən əqərrə bih. And ola Allaha ki, günahdan nicat tapdı yalnız o adam ki, günahını etiraf elədi. Bu günləri Allaha etiraf günüdür. Hədislərimiz deyir ki, günahlarınızı danışmayın. Bu bəyənilən bir iş deyil. Bəzi insanlar var, tövbə də eləyiblər. Bu gün də otururlar, deyirlər ki, mən filan vaxt filan günah elədim. Allah deyir ki, bunu danışmayın, olmaz. Mən gizlədirəmsə, sözün açmağa ixtiyarınız yoxdur. Bəzən bizdə məşhur sözlərdir. Allahdan gizli deyil də, bəndədən nə gizlədim? Allah deyir ki, yox. Məndən gizli deyil, amma bəndədən gizlədir. Günahları açıb danışma. Niyə? Hərə bir günahdan danışsa, sonra günah adiləşər. Mən günahdan danışım, sən günahdan danış, o qulaq asan deyəcək ki, onda elə günah adi şeydir, bu deyilib, o deyilib, qoy mən deyiliyim də. Bugün o əhli xilaf var, İslamın içində bir cərəyan ki, yaradıblar, onlar ki, idarə olunublar və İslamın kökünü qazımaqla məşğuldular. Onların gördükləri iş nədir? Deyirlər ki, məsələn, Peyğəmbər də günah edir də, burada nə var ki? Baxırsınız, nə təhlükəli bir sözdür. Əslində, bunların marağı burasındadır ki, insanlarda günahı sadələşdirsinlər. Sən fikirləşirsən ki, Peyğəmbər günah edibsə, mən günah edəsəm nə olacaq ki? Görün, təhlükəyə baxın sözdə. Amma haşa, nəuzubillah, Peyğəmbər günah eləməz ki. Peyğəmbər bir dənə nümunədir, bir dənə ülgüdür. Nümunə günah eləsə, müəllim nümunə yazılır, hüsn-i xətt var idi məktəbdə. İndi o hüsn-i xəttin özü səhv yazılsa, müəllim məndən necə deyə bilər ki, niyə üçün sən bunu pis yazmışsan? Orada da əyri yazılır, mən də əyri yazmışam da. O hüsn-i xətt gərək ən gözəl yazı ilə olsun da. Peyğəmbər də gözəl əxlaq nümunəsidir. O birdən günah etsəydi, Allah eləməmişkən. Onda Allah səni, məni ittiham eləyə bilmərdi. Allah göndərdiyin nümunə Quranda deyirdin ki, Peyğəmbərin nümunə göndərmişəm. Bu nümunən özü bulaşmışdır günahadır. Məndən nə istəyirsən ki? Bunların məqsədi, qayələri bundan ibarətdir ki, günahı insanların zehnində adiləşdirsinlər, Peyğəmbəri adiləşdirsinlər, imamı adiləşdirsinlər. Nə üçün gəlib deyirlər ki, əşi, imam da su kimi bir adam iddən, nə üçün deyib ondan istəyirsiniz? Bunlar istəyir ki, Allah hüccətlərini adiləşdirsinlər. Da dəyər qalmasın. Çıxır deyir ki, Quran müqəddəs deyil. Çıxır deyir ki, Kəbə müqəddəs deyil. Yaxşı, bunlar elə-belə sözlər deyil. Bunlar çox təhlükəli sözlərdir. Yəni, bir adam başa düşsə ki, o müqəddəs deyil, bu müqəddəs deyil, onda dinin heç bir mənası qalmaz. Dinin heç bir mahiyyəti qalmaz. İnsan üçün müqəddəs anlamı itər. Biz deyirik ki, xeyr, Quran da müqəddəsdir, Kəbə də müqəddəsdir, Peyğəmbərlər də müqəddəsdir, imamlar da müqəddəsdir, onların uyuduqları məzarları da müqəddəsdir. Ondan sonra keçirik, deyirik ki, biz ata da müqəddəsdir, ana da müqəddəsdir. Onların ehtiramı qorunmalıdır. Bugün qəlbin işi gücü nədən ibarətdir? Gəlib ata-ananı adiləşdirir. Yox, evladın da öz hüquqları var. Evladın hüquqları var, evladın hüquqları ədəb çərçivəsində nizamlanmalıdır. Allah deyir ki, atadan bir addım qabağa keçmə. Yəni, onun əzəməti qorunmalıdır.
Atadan qabaq süfrəyə əl uzatma. Ata 10 dəfə evə girdi, ayağa qalx onu etsin. Niyə? Çünki Allah istəyir ki, insan mənəvi dəyərlərə qiymət verən olsun. Mənəvi dəyərlərimiz bizim üçün qiymətli olmalıdır. Allah niyə deyir ki, şəhidlər bu qədər əzizdir, əzəmətlidir? İstəyir başa salsın ki, dəyərlərimizə qiymət verin. Amma qərb gəlir, dəyərlərimizi baltalayır. Dəyərlərimizin kökünü qazıyır. Bir qadının da hüquqları var da, ər ona qadağa qoya bilməz. Bəs kim qoymalıdır bu qadağaları? Qardaş bacıya qadağa qoya bilməz. Kim qoymalıdır bu qadağaları? Elə bunu bizim dəyərlərimiz bunu öyrədib ki, bəli, bu cür olmalıdır. Kimsə insana bir səhvini deməlidir. Hətta dostuna deməlidir. Mən səhv eləyirəmsə, mənim dostum, Həzrət İmam Əli əleyhissalamın sözüdür. Ya, ən sevimli dostum odur ki, mənim eybi nöqsanlarımı mənə hədiyyə eləyir. Əgər dostum bu günləri mənə nöqsanlarımı demirsə, o zaman o mənim dostum deyil. O mənim uçuruma getməyimi istəyir. Dostum mənə dur deməlidir, ətəyimdən dartmalıdır ki, bu dayan, bu olmaz, bu ayıbdır. Bu ayıb sözünü silirlər lüğətdən yavaş-yavaş. Böyük, kiçik, ağsaqqal münasibətini silirlər yavaş-yavaş. Ona görə bugün cəmiyyətdəki bu qədər fəsadları biz görürük. Bu qədər ailələrin boşanmalarını görürük. Yaxşı, sizin təqdim elədiyiniz konspekt budur. Nəticəsi statistikadır. Hər il evlənənlərin 1/3 boşanır. Səbəb, o dəyərlər aradan gedəndən sonra nəticə budur. Dəyər olmalıdır. Bilməlidir ki, ya qadının xasiyyəti ağırdır, ya kişinin xasiyyəti ağırdır. Bu ailə dəyər olduğu üçün bunlar bir-birinə dözür. Ailə dəyər olmayandan sonra bunlar bir-birinə dözməyəcəklər. Bunların bir-birinə səbri çatmayacaq. Ona görə də ədəb bunu istəyir bizdən ki, bu gecə gələk etiraf edək. Günahları başqalarına danışmayaq. Din deyir ki, günahlardan danışmayın, günahı adiləşdirərsiniz. Amma bir yerdə icazə verir, bir Allaha danışın. Çünki Allah zaten bütün bizim əməllərimizdən xəbərdardır. Qoyalım o səcdəyə, heç səcdəyə qoyma, 5 dəqiqə sükut elə, gözünün qabağından kino lenti kimi gətir. Nə ki, Allah, bu qədər günahlar mən eləmişəm, hansından da sən xəbərdarsan. Amma etiraf edirəm ki, peşmanam. Etiraf edirəm ki, xəcalət çəkirəm. Etiraf edirəm ki, mən bu günahları üsyandan eləməmişəm, saymamazlıqdan eləməmişəm, zəifliyimdən eləmişəm, nadanlığımdan eləmişəm. Bu gecə bunu demək üçün gəlmişim məscidə. Hər dəfə deyirəm, bir dostla, bir qardaşla, insanın arasında bir sözü olanda ehtiyac olmur gəlib səndən üzr istəsin. Sadəcə bir dəfə hiss edirsən ki, peşmanlıq o sənə bəs edir. O peşmanlıq hissi bəs edir sənə ki, gedib qucaqlayasan, onu öpəsən. Amma 100 dəfə gəlibsin ki, mənə bağışla, bu cür də olur da, məni bağışla, düz deyə bir şey olmamışdı, amma gənə də səndən üzrxalıq istəyirəm. O bir şey olmamışdı var, o bağışla deməyindən pisdir. Yəni, bu günahkar bilmir özünü. Sadəcə indi deyir ki, bağışla da məni. Onu heç kim qəbul eləmir. Amma bağışla deməsin, hiss eləyəsən ki, peşmandır, başa düşüb, səhv edib, sən keçirsin. Ona görə də indi Allaha gəlib 100 dəfə əstəğfirullah deməyin mənası yoxdur. Əgər bir dəfə utanmasam ki, Allah, mən sənin qarşında günah eləmişəm. Allah üçün bu mühümdür. Bir dəfə o hissi düşünüm, yaşayım ki, Allah peşmanam. Bir il günah elədim, amma bugün peşmansılıq hissi ilə gəlmişəm qapıva. Bu peşmansılıq hissinin arxasında bir dənə əstəğfirullah çeyrəsidir. Və Quran deyir ki, tubu tövbətən nəsuha, özdə tövbə eləyin, nəsuh tövbə eləyin. Nəsuh tövbə, Həzrət İmam Sadiq əleyhissalamdan soruşdular ki, nəsuh tövbə nədir? Ağa, kənd dili ilə bunu izah elədi. Hamımız kəndçiyik də bilirik. Dedi ki, bana nəsuh tövbə deyimsə nədir? İnəyin südün ki sağır sana. O südü sağandan sonra o südü inəyin yelinə qaytara bilərsən. O sağılmış südü qaytarmaq olar yerinə. Dedilər ki, yox.
Dedi, nəsuh tövbə budur. Günahdan tövbə eləyəndən sonra bir daha o günaha qayıtmağı mümkündür. Söz verəcəksən Allah kişi kimi. Bəzi insanlar deyir ki, yox, mən tövbə eləyirəm, amma ki, o olmur da. Olmur, yəni nə? Adama bir sual versin, kişi də ölsən, acığına gələr ki, kişiyim. Kişisənsə Allaha söz verir. Necə olur, bir dənə yaxşı oğlana söz verirsən, deyirsən ki, yox, mən söz vermişəm o, mən sözümü keçənlərə. Aləmlərin Rəbbinə söz vermişsən. Bunu nə qədər ki, qoruya bilmirsən, saxlaya bilmirsən bəyə. Allahın da bu gecə bizdən istədiyi budur. Hədislərdə deyiblər, bu gecə ilahi rəhməti düşünək, Allah bağışlayandır, Allah məğfirət sahibidir. Amma eyni zamanda Allahın mərhəməti ilə birlikdə Allahın qəzəbini də unutmayaq. Hər ikisini paralel düşünək. Həzrət Əli əleyhissalamın bir münacatı var. Deyir, ilahi, ufəkkiru fi affikə fətəhuna əleyyə xatiəti. Deyir, Allah, elə ki, oturub düşünürəm, sənin əffün bağışlanmağın barəsində ki, sən nə qədər bağışlayansan, nə qədər rəhimlisən. Bu barədə düşünürəm, günahlarımı unuduram. Sanki mən özümü artıq bağışlanmış hiss edirəm. Allahın rəhməti böyükdə hədislərimizdə var ki, Allah qiyamətdə o qədər bağışlayacaq ki, hətta şeytan ümidlənəcək ki, bəlkə Allah mənə də bağışladı. Allahın bu boyda rəhməti var. Son anda, son nəfəsdə belə tövbə üçün Allah yer qoyub, icazə qoyub. Yetər ki, insan peşman olsun. Çünki Allah bitdi, qutardı. Bax, bu günün fürsət günüdür. Tövbələrimiz üçün. Əgər bu gün necə məsələn ibadət eləmirdik, namaz qılmırdıq, bu gün Allaha söz verir ki, Allah, mən axı sənin bəndönəm. Necə ola bilər mən sənə səcdə eləməyim, sən qarşında əyilməyim. Bu gündən söz verirəm, Allah, mən dahi namaz əhli olacaq. Mən günahdan çəkinən olacaq. Ardıcı Həzrət buyurur, Sümmə əzkurul əzimə min əhqzikə fətəzmə aləyyə bəliyyəti. Amma Allah elə ki, birdən qəzəb sifətin yadıma düşür. Qorxudan elə bilirəm ki, elə mən dahi cəhənnəm əhliyəm. Yəni, bu gecə deyiblər, Allahın rəhmətində düşünün. Amma Allahın qəzəbini də unutmayın, ha. Bu gün gəlmişəm, bəli, Allah rəhməti ilə məni bağışlayacaq. Amma bu gündən sonra gedib günah eləsən birdən, Allahın qəzəbini unutma ki, Allahın qəzəbi tutar və bir daha mənə tövbə eləmək imkanı verməz. Heç var şansım olmaz tövbə eləmək üçün. Belə fikirləşməyəcək, bu günləri mən öz başına gəlmişəm məscidə tövbə eləmək üçün. Allah icazə verib bizə gətirib. Hətta rəvayətlərdə var, deyir, istəyirsiniz biləsiniz ki, Allah üçün tövbənizi qəbul elədi. Bilmək istəyirsən, Allah tövbəvi qəbul edib. Deyir, bax ki, Allah sənə bu tövbə üçün icazə veribsə, tövbəvi də qəbul edib. Allah icazə verdi, gəlib tövbə eləyəsən, demək, Allah istəyib ki, səni bağışlasın da, istəməsəydik, tövbə eləyə bilmədi. İmam Səccad əleyhissalamın zamanında Kərbəla hadisəsi baş verib, Aşura baş verib, rəvayətdə var, deyir ki, Şimr məlun gəldi, İmam Hüseynin qatilidir də Şimr, İmam Hüseynin başını kəsən adamdır, Allah ona lənət eləsin. Şimr məlun gəldi, İmam Səccad əleyhissalamın yanına, İmam Hüseyndən sonra onun oğlu İmam Səccad idi imam. Gəldi, dedi ki, mən peşmanam, gördüyüm işdən mən peşmanam. Mənə elə bir əməl öyrədə bilərsən, Allah məni bağışlasın. İmam Səccad əleyhissalam buyurdu ki, bəli, get, Qufeylə namazı qıl. Qufeylə namazı çox böyük, əzəmətli namazdır. Kitablarda da var bunun barəsində. Hədislərdə keçir ki, Qufeylə namazı insan bütün günahlarını bağışladır. İmam Səccad dedi ki, bəli, get Qufeylə namazı qıl. Şimri gedəndən sonra deyirlər, xanım Zeynəb salamullah aleyhə çox narahat oldu. Dedi, qardaşımın balası, ağam,
bizim bunlara gücümüz çatmadı dünyada. Ümidimizi bağlamışdıq axirət hesab kitabına. Qiyamətdə bunlarla hesablaşacağıq. Sən ona elə bir əməl öyrətdin ki, Allah onu bağışlayar, bəs biz onda onun qiyamətdə hesabımız necə olar? İmam Səccad Aleyhisselam buyurdu ki, Bibizan, mən rəhmət imamıyam. Hər kəsə, günahkara da yol göstərmək mənim borcumdur. Amma Allah ona bu icazəni verər-verməz, məsələ başqadır. Deyirlər, Şimr ömrünün axırına qədər hər vaxt istədi o qəfeylə namazını qılsın. Deyirlər, durdu, dəstəmaz daldı, amma alınmadı. Ya işi çıxdı, ya başı ağradı, ya canı ağradı, ya hal olmadı. Xulas o namazı heç vaxt qıla bilmədi. Yəni, mühümdür, Allah bizə tövfiqat versin, icazə versin. Və o icazəni bugün Allah bizə verib. Gətirib öz evinə. Fürsət verib ki, tövbə eləyək, istiğfar eləyək. Amma yenə deyirəm, müğayət olaq ki, buradan çıxarıq, məsciddən çıxarıq, Ramazan ayda bitər, Qədir gecələrdə bitər. Təzədən yenə də günah ab-ı havasına düşərik. Bilmirik ki, gələn il bir daha bizə Qədir gecələri qismət olacaq, olmayacaq. Bir daha Allah mənə icazə verəcək, verməyəcək. Lab deyək ki, sağ qalacağım. Amma məsələn, elə insan var ki, bir dəqiqə xəstədir, xəstəxanada yatır. Məscidə gəlməyə imkanı yoxdur. Əhya saxlamaq imkanı yoxdur. Birdən gələn il mənə də o fürsəti vermədilər. Elə bir işlə Allah başımı qatar ki, məscidə gələ bilmərəm. Elə bir iş yaranar, heç məscidə gələ bilmərəm. Başım o işə qarışar, bir xəstəm olar, nəysə bir problemim çıxar. Ona görə Allah hazır mənə o fürsəti verir və gəlin bugün deyim ki, Allah, əl-əf, Allah məni bağışla. Mən bağışlanmaq üçün gəlmişəm sənin qapıva, istiğfar üçün gəlmişəm qapıva, tövbə üçün gəlmişəm qapıva. Və inşallah ki, Allah bu gecədə bağışlayacaq. Mən bir hədisdə deyim, sözümü tamam edeyim. Hədislərdə keçir ki, Qədir gecəsində hər kim düşünsə ki, görəsən Allah məni bağışladı ya bağışlamadı, ən böyük günahı olur. Yəni, yəqin bilsin ki, bura gətirən Allah sənə bağışlayıb. Mütləq bağışlayıb. Hədislərdə var ki, hər kim Qədir gecəsində bağışlana bilməsə, onun yeganə ümidi qalır Ərəfə günü Ərafatda olmağa. Hacılar Qurban bayramından bir gün qabağa Ərəfə günü deyirlər. Vacibdir Ərafat çölündə qalmaq. Ərafat çölü bir çöldür ki, Həzrət Adəmlə Həzrət Həvvanı 300 ildən sonra ağlayıb, tövbə eləyib, peşman olandan sonra Allah hərəsini dünyanın bir tərəfinə atmışdı. Cənnətdən qovmuşdu onları. Hərəsi bir tərəfə düşmüşdü. Biri Hindistana düşmüşdü, biri Yəmənə düşmüşdü. 300 ildən sonra gəldilər Ərafat çölündə bir dağ var. Cəbəlur Rəhmə deyilir o dağa. Balaca dağdır, alçaq dağdır, hündürdür. Rəhmət dağı deyirlər. Düz orada Həzrət Adəmlə Həzrət Həvva bir-birini tapdılar. Və Allah orada onları bağışladı. Hacılar gedəndə gəlib oranı ziyarət edir. Allahdan bu gecənin hörmətinə istəyirəm. Allah bu il və hər il bütün arzusunda olanlara öz müqəddəs evinin ziyarətini nəsib eləsin. Və sair məsumların, Həzrət İmam Hüseyin əleyhissalamın, digər imamlarımızın ziyarətini nəsib eləsin. Bir Qədir gecəsində bağışlana bilməyən insanın ümidi qalır yalnız Ərəfə günü Ərafata getməyə. Yəni də başqa gün bağışlanmaq şansı yoxdur. Sanki elə bir əff imzalanacaq, kütləvi əff imzalanacaq. Olur da, məsələn, ildə bir dəfə, iki dəfə kütləvi əff imzalanır. Da ora düşə bilməsən əff imzalanmasına. Adi günlərdə sən özü necə bağışlatdıra bilərsin. Bugün əff imzalanan, kütləvi əff imzalanan günlərdir. Bugün bağışlana bilməsə, hədislərdə var da, Peyğəmbərimiz buyurur ki, bədbəxtdir o insan ki, Ramazan ayı gələr, Qədir gecələri keçər, amma özünü bağışlada bilməyər. Niyə deyir Peyğəmbər ki, bədbəxtdir o insan? Yəni, su içimindən asan bir işdir də, bu qədər asandır. Yəni, burada da özünü bağışlada bilmirsən. Bir nəfərlə küsülüyün var, bir qonaqlığa təşkil edib, hamısını dəvət edib, səni də dəvət edib, fürsətdir də gəlib deyəsən ki, mənə bağışla. İndi orada da onunla barışa bilməsən, sonra başqa vaxt küçədə onunla necə barışacaqsan?
İndi Allah özü ziyafət qurub, məclis qurub, dəvət edib öz evinə, vədə verib ki, bağışlayacam sizi. Bir də biz də səmimiyyət göstərəcəyik ki, ilahi ələf. Çağırdım, mən də gəldim. Deyirəm, mənə də bağışla da. Və inşallah ki, Allah da bağışlayacaq bu günlərdə bizləri. Ona görə də bu Qədir gecələrindən müğayət olaq, bu Qədir gecələrinin saatlarından, dəqiqələrindən müğayət olaq ki, Allah bizləri də bağışlasın inşallah və bağışlayandan sonra əlimizdən tutsun ta gələn Ramazan ayına qədər, gələn Qədir gecələrinə qədər və ta qəbrə qədər, ömrümüzün sonuna qədər büdürəməyək, axsamayaq, Allahdan uzaq düşməyək, günaha tərəf getməyək inşallah. Allaha and verək, izzət cəlalına. Bu ana qədər bağışlanmamışdıqsa, bu anda bizləri də bağışlanmış bəndələrinin cərgəsində qoysun inşallah.